Hamının zob dərmanı kimi tanındığı ağ tabletkalar, Eutirox, Levotiroxin və s. müxtəlif dozalarda təyin oluna bilər. Amma çalışmaq lazımdır ki, hər gün eyni doza olsun. Bu bir qədər valideynə çətin ola bilər. Bölmək, hissələrə ayırmaq, hər gün kiçik hissələr vermək, bəzən unudulur və s. Bunu nəzərə alaraq bəzən həkimlər standart tipik doza verir. Məsələn, bir gün 50, bir gün 75 içsin ki, bunun orta dozası daha kiçik rəqəm alınır və valideynə bölmək diskomfort olur deyə. Amma bu məqsədə uyğun bir şey deyil. Bəzi hallarda olar, o da mümkündür. Heç cür alınmırsa bölmək. Amma çalışmaq lazımdır ki, hər gün eyni doza içsin. Bu bir tərəfə. Digər vacib tələb isə dərman dozası hər gün içilməlidir. Bəzən həkimlər tərəfindən 5 gün iç, 2 gün içmə, 3 gün iç, 3 gün içmə kimi dozalar təyin olunur. Bu qətiyyən yol verilməzdir. Dərman başlayırsa hər gün stabil dozada içilməlidir.